Aha. Əziz şagirdlər, indi də aydınlıq kəsrlərdən izahın verdiyim qaydalara aid bir neçə misal nümunələrini göstərəcəm. Məsələn, belə bir misal nümunəsi olanda nə etmək lazımdır? Bunu deyib buna aid bir misal da deyəcəm əlavə. Bərabərdir. Bunun hesablanma qaydası ortaq məxrəc tapmaq deyil, məxrəcləri vurub hesablayıb ortaq məxrəc tapmaq deyil. Ən sadə yol, bax, deyirəm ki, bundan bu gedəcək, bundan bu gedəcək, bundan bu gedəcək. Qalacaq başdan axır. Hər zaman başdan axır qalacaq. Məxrəc nə elədi? 9. 1 dəfə 9-un 9. Sürətdə də neçə dənə 1 var? 4 dənə. 4 dənə 1 topladıq. 9-da 4. Bu asan variantı. Bir də ki, gözləyin, kitabdan indi biraz çətin variantını göstərim. Tutaq ki, belə. Hissədən topludan 29-cu sualın izahını verirəm. Yaxşı. İndi buna baxaq. Yenə deyirik, ixtisar gedəcəkdir. Hansılar gedəcəkdir? Bax, bundan bu gedir, bundan bu gedir. Bundan içəridəki nöqtə verir. Bax, əslində burada 6 vuraq. Nə bilim, neçə var imiş? 2, 2 artır 8. 8 vuraq 10. Bundan hamısı var. Mən də deyirəm ki, hamısı belə gedir. Qalır başdakı vuruqla axırdakı vuruq. Düzdür? Başdakı vuruq 2-dir, axırdakı vuruq da 2 plus 2-dir. Sürətdə də nöqtə qoyduğuna sayını bilmirik nə qədərdir. Sayını saya bilirsənsə o ayrı məsələ. Burada hansısa bir ədədi versəydi sayacaqdı. Sayını saya bilmirik. Neçə dənə 1 var? N sayda 1 var. Cavab yoxdur belə. Buradan enirik. 2 çıxır mötərizə xaricinə. O 2 bu 2-yə vurulur. Olur 4. N plus 1 mötərizə xaricinə çıxdı. Cavabımız olacaq A variantı. Başa düşdük? Aha, bu 1. Başqa necə misallar var? Hə. Belə bir tip misallar olanda nə edəcəyik? Bunu verib deyir cavabı ad. Məndən də bunun cavabını istəyir. Amma bunun asan formasıdır indi yazdığım. Çətin olanını kitabda da elə birim tapa bilmədim. Bir də baxım topluda yox. Çətin olanı yoxdur. Çətin olanı özümdən uydurub deyəcəm. Baxaq, bu misalı verib. Aşağıdakı nə deyir? İfadəsinin qiymətini tap. Mən bu ikinci ifadəyə B deyəcəm və bunu dairəyə alacam ki, axırda bunu soruşur məndən, yəni B-ni tapacam. Yadda saxlayırıq. Bir də fikirləşirik. Fikirləşirik tərəf-tərəfə toplayanda, tərəf-tərəfə çıxanda cavab tam ədəd eləsin. Necə tam? Ya 5-də 5, ya 5-də 10, ya 5-də 15. Başa düşdünüz nə demək istəyirəm? 5-i 5-ə bölündə 1 eləyirik. 10-u 5-ə bölündə 2 eləyir. 15-i 5-ə bölündə 3 eləyir. Hansısa belə bir tam ədəd eləsin. Eləməsə də sən onu elə bir vəziyyətə gətirəsən ki, eləsin. Yəni bunu 2-yə mi vurasan? Yuxarını mı 2-yə vurasan, aşağını mı 3-ə vurasan? Bir də hələ o yola gətirəsən. O çətin formasıdır. Güya çətin, amma heç elə çətin deyil. Bu sadəsidir. Nağd elə vurmadan heç nəyi görürəm. 5-də 1 ilə 5-də 1-i toplayanda 5-də 5 eləyir. 7-də 1 ilə 7-də 6-nı toplayanda 7-də 7 eləyir. 11-də 11 eləyir bu ikisini toplayanda. Bunları da toplayanda 13-də 13 eləyir. Və A ilə B-yi də toplayıram. A plus B. Baxırıq indi burada 1 üstə gələk. Bunun cavabı 1, bunun cavabı 1, bu 1, bu 1. Neçədən 1 elədi? 4 dənə. 4 bərabərdir A plus B. Mən demişdim nəyi tapacaq axırda? B-ni. B nəyə bərabərdir? 4 çıxaq A. Toplananı tapmaq üçün cəmlənməli toplananı çıxırıq. Başa düşdük. Bu da bunun cavabı. Çətin formasında indi səbirli olun, uydurmağa çalışın. Uydurmağa çalışın. Bu A olsun. Mənə də verilən 5-də 1-dir. Yox, 2-yə vuramız. 5-də 3-dür. Yox. Aha, belə olsun. Sonra 3-də 1 olsun. 7-də 5 olsun. Deyir bunun cavabını tap. Bunun da cavabını B-yə bərabər elədim. İndi tərəf-tərəfə topla bax. Toplayanda 5-də 5 eləyir, yox.
çıxan da eləmir, çıxan da 5-də 5, 5-də 10 eləmir. Demək hansınsa nəyəsə vuracağam. Bax yuxarı məsələn 2-yə vururam. 2-yə vuranda bunlar 2 olur axı. İndi baxaq. 5-də 2 ilə 5-də 2 5-də 4 elədi. Deməli olmadı, yenə olmadı. Bu 3-də 3 eləsə də bu da 7-də 7 eləyir, amma birincisi eləmir. Aşağı vuraq görək. Birdən səhvdə yaza bilərəm, uydurma misalda. Qayıtdıq. Aşağı 2-yə vururam. Aşağı 2-yə vuranda nə eləyir bu? Yazıq üstünə. 5-də 4, 3-də 2, 7-də 10. Hə, burada biraz problem oldu. Belə yazım. Aha, bax, 14. Yaxşı. İndi tərəf-tərəfə topla bax. Bu eləyir 5-də 5, 5-də 4-lə 5-də 1. Bu eləyir 3-də 3, bu ikisinin cəmi. Bu da eləyir 7-də 14. Hər biri tam ədəd alınır. Bərabərdə A plus 2B. Yaxşı. 1, 1, 2. Yazırıq. 1 plus 1 plus 2 bərabərdə 2B plus A. Yaxşı. O da eləyir 4 bərabərdə 2B plus A. 2B bərabərdə 4 çıxaq A. B də bərabərdə 4 çıxaq A bölək 2. Vuruq. Bu da hasildir. Hasili məlum vuruğa böldük. Başa düşdük. Yəni onu siz o vəziyyətə gətirəsiniz. Onsuz bir dənəsini dedimsə, digərlərində alınacaqdır. Sınıflara düşəndə zəhmət olmasa düzgün yazın. Sonra hansı misal demək istəyirəm? Kəsrlə verilən bu vergüllü misallardan demək istəyirəm. Aha, belə bir şey. Aha. Vergüllərdən canımızı qutaracaq. Zəhləmiz gedir vergüllərdən canımızı qutaraq. Ən çox vergül hardadırsa kəsirlərə ayrı-ayrı baxırıq. Ən çox vergül hardadırsa birinci ondan canımızı qutarıq. Bu vergüldən sonra 3 ədəd var. Burada 1 ədəd var. Deməli birinci buna baxırıq. Neçəsini keçirəm? 3-ünü. 3-ünü keçdim. Nə elədi bu? 17. Vergül axıra düşdü axı. Yazıram məxrəcə 17. Sürətə məxrəcə 3-ünü keçmişəmsə sürətə də 3-ünü keçəcəm. 3-dənsən keçirəm 1, 2, 3. Yoxdursa əvəzinə 0 atıram. Deməli nə elədi? 5100. Başa düşdük. Vergül buradadır. 3-ünü keçdik. Üstə gələk. Yenə buna baxırıq. Ən çox budur. 1, 2, 3. Keçdim elədi. 3 axırda durdu. Deməli üstdən də 3-ünü keçəcəyəm. 1, 2, 3-üncüsü yoxdur. Əvəzinə nə atım? 0 atım. Oldu 30. Onsuz bu əvvəldəki sıfırlar da sayılmadı. Üstə gələk. Buradan da bir vergül keçdim. Oldu 1. Onda burada da bir vergül keçəcəm. Vergülüm axırdadır. Keçməyə yer olmadığını görə 0 atıram. Oldu 10. Hesablayırıq bunu. 5100-ü 17-yə böləndə 300. Üstə gələk 10. Üstə gələk 10. Bu da bərabərdir 320. Bu izahda belə. Başqa baxımlarınızı verəcəydim. Elə biləm bu qədər. Başqa da nə izah olsa onsuz hazırlıqda əlavə izahları deyəcəm. Tapşırıqlar yazırsınız, qaydaları qeyd edirsiniz. Yoxlayacağım hamısını. Oldu, sağ olun.